Ötən həftə Qazaxıstanın Almatı şəhərində keçirilən 22-ci Beynəlxalq Jaytikov Olimpiyadasında məktəblərimiz ölkəmizi qürurla təmsil edərək böyük uğura imza atıblar. Belə ki, komandamız vətənə ümumilikdə 10 medal ilə dönüblər. Gəlin bu uğurun müəllifi olan bilikli və istedadlı gənclərimizi daha yaxından tanıyaq. Bu il Jaytikov Olimpiyadası Qazaxıstanın Almatı şəhərində keçirildi. Mən Olimpiyadada informatika fənni üzrə iştirak edirdim. Olimpiyadada 16 fərqli ölkədən iştirakçılar var idi. Biz 2 komanda getmişdik. Hər komandada 3 riyaziyyat, 2 fizika, 2 informatikadan uşaqlar oldu. Olimpiyada özü 2 gündən ibarət idi. Baxmayaraq ki, mən birinci gün pis yazmışdım. İkinci gün ümidlə getdim və yaxşı yazaraq bürünc medala layiq görüldüm. Digər ölkələrdə güclü rəqiblər var idi. Amma sualların qarışıqlığı səbəbilə əslində bəzi güclü iştirakçılar belə biraz büdrəmişdi bu suallarla. Təkcə riyaziyyat fənnindən deyildi, yəni fizika və informatika fənlərindən də iştirakçılar var idi və onlarla da dostlaşmaq, oyunlar oynamaq şansımız oldu. Əslində nə medal alacağımızı hələ bilmirdik tam ora gedənə qədər. Ona görə orada medalımıza işləndə adlar sayılanda çox həyəcanlı idi. Adımıza işləndə də ki, həyəcanımız getdi, yeni sevinc aldı. Gümüş medal qazandığımı eşidəndə ümumiyyətlə çox sevindim. Çünki daha çox bürünc gözləyirdim, amma gümüş medal aldıqda böyük hisslər keçirdim və doğrudan da çox sevindim. Biz misal üçün yığdığımız bala görə fikirləşirik ki, qızıl alacağıq. Yəni həvəslə gözləyirik ki, bizim gümüşlər gələndə adımızı çəkməsinlər. Şübhəli idi biraz, çünki keçid balının necə olacağı. Yəni ilk Davud çıxdı, Davudla da balımız eyni idi. Davudun adı eşidiləndə bildim ki, mən də medal almışam. Ona görə yəni həm Davudun, həm də öz adıma sevindim birdən. Necə hazırlaşırdım? Çoxlu məsələ işləyirdim, bəzi topikləri öyrənirdim və dostlarımla hazırlaşırdım. Bizə aşağı siniflərdən, öncəliklə fən müsabiqələrindən qalib olan uşaqlara, sonra getdikcə olimpiadalardan imtahanlar keçirməklə dövlət tərəfindən dərslər təşkil olunurdu. Onun xaricində isə özüm hazırlaşırdım. Mən ilk 7-ci sinifdən başlamışdım olimpiadalara. O vaxtdan demək olar hər gün minimum ortamı 3-4 saat sərf edirəm. Çünki bu mövzularda daha dərin enmədən olimpiadada yaxşı nəticə qazanmaq olmur. Əvvəl fizika, riyaziyyat, informatika müəllifi yox, kimya, biologiya litseyində oxuyurdum. Orada daha çox kimyaya yönümlüydüm və ondan sonra fizika, riyaziyyat litseyinə keçəndə əvvəldən onsuz da informatika arzum var idi və bu arzumu davam etdirdim sadəcə. 7-ci sinifdən başlamışam, fizika fənni üzrə başlamışdım. 8-də həm fizika, həm informatikanı getmişəm. 9-dan isə TTM seçilmişəm və TTM-dən sonra Əkbər və Osmanla bərabər hazırlaşmağa davam etmişəm. Olimpiadalara bir yaxşı bir yanaşma oldu ki, heç həyəcan hiss eləməməlisən. Yəni həyəcan hiss eləsən, həqiqətən də işlər çətinləşir. Orada mən biraz meditasiya edeyim ya neysə, hərənin öz bir metodu olur. Mən də onlardan istifadə edərək həyəcanlanmamağa çalışırdım. Yəni əsas məsələ olimpiadalarda həyəcanlanmamaqdır, yəni məncə. Biraz yaxşı fokuslanmaq lazımdır, fərqli tip suallar işləmək lazımdır məncə. Çünki yəni həmişə standart düşməyə bilər suallar. Onlara hazır olmaq lazımdır hər şeyə. Ona görə mən mümkün olduğu qədər çox vaxt sərf eləməyə çalışıram bir sualın üstündə fikirləşəndə. Amma alınmırsa da sualın həllini analiz edib harda zəiflik olduğuna baxıram. Məncə gündə çox hazırlaşmaq lazımdır. Əgər əsas hədəfləri olimpiadadan medal qazanmaqdırsa. Ən önəmli tavsiyə təbii ki, odur ki, gedirəm müxtəlif ölkələrdə, digər dünyanın müxtəlif yerlərindən uşaqlarla tanış oluram. Onlarla bir yerdə söhbət edirik, fikirlərimizi bölüşürük və s. Amma həmçinin siz də dediyiniz kimi universitet seçimlərində də çox böyük rol olur. Olimpiadadan medal qazanmaq bir çox universitet tərəfindən qəbul almağı asanlaşdırır. Düşünürəm ki, gələcəyimdə hər hansı bir universitetdə fizika oxumaq istəyirəm. Gələcəkdə ki, fizika üzrə hər hansı bir dənə peşəyə yiyələnmək istəyirəm. Öncəliklə olimpiadalar universitetlərə sənəd göndərəndə çox böyük kömək edirlər. Amma bundan əlavə mən olimpiadalar sayəsində bilik, gözəl təcrübələr və çox yaxşı dostluqlar qazanmışam və inanıram ki, gələcək həyatımda mənə çox böyük faydası toxunacaq. Qalib gəlmənin tək yolu odur ki, fənnə çox böyük bir həvəsin olmalıdır. Çünki əgər həvəsin olsa, heç vaxt tənbəllik eləməyəcəksən, yəni çoxlu çalışacaqsan, həm də gördüyün işlərə maraqlı gələcək deyən daha tez təkmilləşəcək. Gələcək hədəflərim daha çox olimpiadalarda iştirak edib medal almaq. Gələcək hədəflərim arasında olimpiadalarda daha da uğurlu çıxış etmək və top universitetlərdə təhsil almaq var. Gələcəkdə yenə təhsilimi fizika sahəsi üzrə davam etdirmək istəyirəm. Sonra çox güman ki, müəyyən bir sahə üzrə yönəlib orada daha yaxşılaşmaq istəyirəm. Hal-hazırdakı hədəfim odur ki, top universitetlərinə birinə qəbul alım və orada təhsilimi davam etdirim.